15 gün bundan qabaq bir status var idi. Paylaşmışdım. Nəsə bir troll oradan yazmışdı ki, Cənab Prezidentimiz fikirləşir, düşünür, vəzifəyə bilir kimləri qoymaq lazımdır. Özü ağlında olanları qoyur. İndi sözüm onda deyil, o troll sağ olsun. Yanvar ayının 8-də mən Sosial Müdafiə Fonduna sənəd verdim ki, sosiala görə. Ayın 30-da bizə sənəd gəldi ki, siz işsizsiniz, ona görə sizə qəbul olunmur. Düşmür sosial. Mən ayın 1-də, fevralın ikisində getdim dost xidmətinə. Dost xidməti dedi ki, qardaş, sizin adınız var işsizlik siyahısında, ola bilməz. Onlar səhv ediblər. Gördüm biz də bura. Ayın 2-də vurdular. Ayın 3-də də mən 20 yanvarda yerləşən DSMF-yə getdim, DSMF xidmətinə. Orada da maraqlandıran, həqiqətən də mən işsizlik haqqı statusu var üstündə. Yəni ki, hər ay mənə maaş kimi yazılır. Sözüm onda yox. Sonra Sosial Müdafiə Fondu təsdiqlədi ki, bəli, biz səhv eləmişik, səhv vurmuşuq. Fevralın 8-də bunlar bizə təzədən qeydiyyata götürdülər. Fevralın 20-sində gəlirlər yoxlanış. Yoxlama elədilər bu günləri fevralın 25-də niyə görə mənə atqaz ediblər? Səbəbini deyim sizə. Gör, hansı ağla qulluq edir bu məmurlar. Demək, gəliblər. Yoldaşım 142-yə zəng elədi ki, səbəb mənə göstərdin ki, atqaza görə. Səbəb nədir? Biz bu şkafı qoymuşuq qabağa, arxasında da qapı var. Bu qapını qabağına qoymuşuq ki, bu qapı öz-özünə açılır. Bunu qoymuşuq qabağına. Bəs siz o qapının qabağını niyə tutmuşsunuz? Yoldaşım da deyib ki, bu tumıçqıya mənim gücüm çatmır çəkən. İndi baxa bilərsiniz də oradan. Bunu bahanə edirlər, mənim sosialımı kəsiblər. Ki, sənə sosial düşmür. Bir də ki, anamın evi var o tərəfdə, anam gəlir, qalır da. Anama da görə ki, sən anam niyə görə gəlib o evdə qalmalıdır? Adama 2 il dalbadal sosial olmuşdur. Anam, mənim yoldaşım onlara başa salıb, 3-cü ildə indi. Başa salıb ki, bu adamın öz evidir. Öz işıq öz adında, qaz öz adında, su öz adında. Bəs bu arvad gəlib, bu anamız harada qalmalıdır? 2 şeyə görə məndən atqaz ediblər ki, yox, sənə düşmür. Bir, şkafın dalında olan qapı var. Biz bilmirik o qapının dalında nə var. Belə vicdanlı adam idiniz, gələr çəkərdiniz, baxardınız. 2 də ki, sən oğlanın anası niyə görə gəlib burada qalır və harada qalmalıdır? Mən o trolla təşəkkür edirəm. O troll sağ olsun ki, düzgün dedi ki, hakimiyyət İlham Əliyev şəxsən bilir ki, kimi vəzifəyə qoyur. Öz ağlında olanları vəzifəyə qoyur.